Alimlərdən biri maraqlı bir şey deyir. Deyir ki, bu zəngin insanların işi nədən ibarətdir? Sadəcə bankdakı hesabın, şotun rəqəmini dəyişməkdən ibarət. Yəni, bir insanın 20 milyon pulu var, işləyir, ora-bura səfərlər, qulağından telefon düşmür. Olur, bir ildən sonra 21 milyon. Sadəcə nə oldu? Rəqəm dəyişdi. Yəni, artıq nə var ki, deyir? Sənin yediyindən artıq yemir və geyindiyindən artıq da geymir. Yəni, kimsə də 2 dənə kostyum üst-üstə geyirmi? Hamısı bir kostyum geyir geyəndə. İkisini üst-üstə geymir. Elə deyilmi? Deməli, onun işi nədən ibarətdir? Sadəcə rəqəm dəyişdi. Ancaq yəni, ona qul oldu və sonra kiməsə qalıb, başqası ondan faydalanır, özü isə yəni, hesabını verir. Çünki qiyamət günü insan yerindən tərpənməzdən əvvəl 4 şeydən sorulacaqdır. Ömründən, ömrünü hara tükədib. İkinci gəlir cavanlığından, cavanlığını hara sərf edib. Və üçüncü elmindən, bildiyinə nə əməl edib. Dördüncü isə malından hardan qazanıb, hara xərcləyib. Hardan qazanıb, hara xərcləyib. Deməli, qazanmaq çətindir. Yəni, halal qazanmaq çətindir. Və onunla da yanaşı, ondan da daha çətin olan onun xərclənməsidir.